Allahu Ekber, Allahu Ekber, la ilahe illallah, Allahu Ekber ve lillahil hamd. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Xutbənin mövzusu Allah Təbaraka və Teala'nın dinində İslam dininin dəvəti, İslam dəvəti və İslam dəvətçisi. İslam dəvəti nədir və İslam dəvətçisi kimdir? İslam dəvəti dedikdə İslam dəvəti, yəni Allah Təbaraka və Teala'nın dininə olan çağırışa, Allah Subhanahu və Teala'nın dininə məxluqatı dəvət etməyə deyilir. Və bu sifəti, dəvət sifətini, insanları İslam'a dəvət etmək sifətini Allah Subhanahu və Teala həm öz nəfsinə izafə etmişdir və bütün göndərdikləri rəsullara, nəbilərə izafə etmişdir və bu ümmətə, sonuncu ümmət olan Muhammed sallallahu aleyhi ve sellemin ümmətinə və hər bir müsəlmana bu dəvət feilini və sifətini izafə etmişdir. Allah Subhanahu və Teala Quran-ı Kərimdə buyurur ki, Vallahu yadu ilə dəris-sələm və yəhdi mən yəşə ilə siratın mustaqim. Vallahu yad'u, Allah dəvət edir. Vallahu yad'u, Allah dəvət edir. İlə dəris-sələm. Dəris-sələm cənnətin isimlərindən bir isimdir, addır. Allah cənnətə dəvət edir. Və ilə sırat-ı mustaqim, həmçinin sırat-ı mustaqimə dəvət edir. Dəvətin ilki Allahdandır. Allah Subhanahu və Teala özü dəvət edir. Vallahu yad'u ilə dəris-sələm. Allah dərus-sələmə dəvət edir, yəni cənnətə dəvət edir. Lakin həmən cənnətə gedən yol Allahın bildirdiyi sırat-ı müstəqim yoludur. Yəni Allah cənnətə dəvət edir sırat-ı müstəqim yolu vasitəsilə. Və bu sifəti Allah Təbaraka və Teala öz rəsullarına da, öz nəbilərinə də öz kitabında izafə edir və rəsullarını da, nəbilərini də bu işlə göndərmişdir. Dəvət işi ilə. Allah Təbaraka və Teala buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər ümmətə rəsul göndərdik ki, insanları tağutdan ictinab edib Allaha imana dəvət etsinlər. Sonuncu Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmlə bağlı Allah Təbaraka və Teala buyurur ki, Qul həzihi səbili. İnsanlara de ki, bu mənim yolumdur. Ad'u ilallah. Allaha dəvət edirəm. Alə basirətin, bəsirət üzrə. Ənə və mən ittəbən. Mən və mənə ittiba edənlər. Yəni Muhammed sallallahu aleyhi və səlləm və ona ittiba edən ümməti. De ki, bu mənim yolumdur. Allaha dəvət edirəm, bəsirət üzrə. Mən və mənə tabi olanlar. Və subhanallahi və mə ənə minəl müşrikin. Allah nöqsansızdır və mən müşriklərdən deyiləm. Başqa bir ayətdə Allah subhanahu və teala buyurur ki, Ya əyyuhən nəbi, ey nəbi, İnnə ərsəlnəkə şahidən və mübəşşirən və nəzira və dəiyən ilallahi bi iznihi və siracən munira. Ey Peyğəmbər, biz səni şahid, müjdə verən, qorxudan və Allahın izni ilə Allaha dəvət edən və işıq saçan bir çıraq olaraq göndərdik. Dəiyən ilallah, Allaha dəvət edən. Allah Təbaraka və Teala hər bir müsəlmanla bağlı buyurur ki, Və mən əhsəni qavlən mimmən dəə ilallah və amilə salihən və qalə innəni minəl muslimin. Salih əməl işləyən, Allaha dəvət edən və mən müsəlmanlardanam deyən kəsdən daha gözəl kim danışa bilər? Bütün bu ayətlər göstərir ki, Allah Təbaraka və Teala dəvət edir.
Allah Subhanahu ve Teala'nın bütün rəsulları, bütün nəbiləri dəvət edir. Və bu ayətlər göstərir ki, sonuncu Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemin əsas vəzifəsi Allaha dəvət etməkdir. Və həmçinin bu ayətlər göstərir ki, sonuncu Rəsul Nəbi Muhammed sallallahu aleyhi ve sellemin ümməti Allahın dininə dəvət edən ümmətdir. Allah dəvət edir, rəsulları, nəbiləri dəvət edir, rəsullara, nəbilərə ittiba edən varisləri dəvət edir və bu ümmət dəvət edir və hər bir müsəlman dəvət edir. Və bu ümmətin ümmət olmaq əsas xüsusiyyəti budur. Allah təbaraka və teala deyir ki, kuntum xeyra ümmətin uxricət linnəs. İnsanlar içərisinə çıxardılmış ən xeyirli ümmətsiniz. Tə'muruna bil ma'ruf və tunhabuna anil munkar. İnsanlar içərisinə çıxardılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pislikdən çəkindirirsiniz. Ümmət xeyirli adlandıqdan sonra Allah azza və cəllə bir əməl onlara izafət edir. Yaxşılığı əmr edib pislikdən çəkindirmək, mərufu əmr etmək. Ən əzəmətli məruf tövhiddir və ən böyük münkər şirkdir. Bu ümmət tövhidə əmr edir və şirki qadağan edir. Bu ümumən ayət göstərir ki, bu ümmətin xüsusiyyətidir. Mərufu əmr edib münkərdən çəkindirmək. Və bu ümmətin içərisində xüsusi bir tayfa da vardır ki, onlara bu işlə məşğul olmaq fərzdir. Allah Subhanahu wa Taala buyurur ki, "Valtakum minkum ummetun." Valtakum minkum ummetun. Sizdən bir ümmət olsun. Ya'muruna bil ma'ruf yad'una ila'l xeyr və ya'muruna bil ma'ruf və yanhavuna anil munkar. Sizdən bir ümmət olsun. Xeyrə dəvət etsinlər, yaxşılığı əmr edib pislikdən çəkindirsinlər. Bu ayətdə Allah Subhanahu wa Taala deyir ki, sizdən bir ümmət olsun. Yəni toplumun, ümmətin içərisindən bir ümmət. Bu onu göstərir ki, İslam dəvəti ilə xüsusi halda özünə vəzifə edib məşğul olmaq ümmətin hər bir kəsinə vacib deyil. Ümumiyyətdən çıxarılan bir xüsusi bir hökmdür. Necə ki, 5 vaxt namaz hər bir kəsə fərzdir, lakin azan vermək hər bir kəsə fərdi şəkildə fərz deyil. Azan vermək fardul kifayədir. Bir nəfər azan verəndə digərlərin üzərindən günah qalxır. Ancaq namazı bir nəfər qıldıqda digərlərin üzərindən günah qalxmır. Çünki namaz, 5 vaxt namaz fardul ayn, hər bir kəsə fərzdir. Dəvət də eyni bunun kimidir. Hər bir kəs, hər bir müsəlman dəvətlə yükümlüdür. Öz dininin əslini insanlara anlatmaqla mükəlləfdir. Lakin dəvətin təfərrüatı ilə, təfsilatı ilə insanlara anlatmaqsa kifayə bir hökmdür, hamıya fərz deyil. Çünki Allah Subhanahu wa Taala deyir ki, sizdən bir ümmət olsun. Və İslam dəvəti Şeyxülislam İbn Teymiyyə rahiməhullah İslam dəvətinin tərifində buyurur ki, "Əd-dəvətu ilallahi hiyə dəvətu iləl-imanu bihi və bimə cəət bihi rusuluhu bitəsdiqihim fīmə əxbəru bihi və təatuhum fīmə əməru." İslam dəvəti Allaha imana dəvətdir. Həmçinin Allahın rəsullarının gətirdikləri şeylərdə onları təsdiqləməyə dəvətdir və onların əmr etdiyi şeylərdə onlara itaət etməyi, əmr etməyi təsdiq etməkdir. İslam dəvətinin tərifi bundan ibarətdir. Və bu İslam dəvətinin daşıyıcıları rəsulların və sonuncu rəsul Muhammed sallallahu aleyhi ve sellemin varisləri Peyğəmbərlikdən sonra Allahın şəriətində fəzilətli olan əməllərin içərisində ən əfsəl əməlin vəzifəsi ilə yüklənmiş insanlardılar. Sonuncu Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemdən sonra qiyamətə qədər heç bir rəsul, heç bir nəbi olmayacaq. Lakin rəsulun və nəbinin işini, vəzifəsini, missiyasını yerinə yetirən adam həmən dəvəti insanlara çatdıran adamdır. Peyğəmbərlikdən sonra indi və qiyamətə qədər ən əfsəl vəzifədir bu. İbn-i Qeyyim rahiməhullah Miftarud Darus Səadə kitabında buyurur ki, "Mən tələbə əl-ilmə li yuhiyyə bihi əl-İslam." Mən tələbə əl-ilmə li yuhiyyə bihi əl-İslam fəhuvə minəs-siddiqin və dərəcətuhu bədə dərəcətin nübuvvə. Kim elm tələb edər ki, həmən tələb etdiyi, öyrəndiyi elmlə İslamı ihya etsin, yəni canlandırsın.
İslama həyat versin. Fəhuvə minəs-siddiqin, həmən kəs sıddıqlardandır. Və dərəcətuhu, həmən kəsin dərəcəsi, bədə dərəcətü nübuvvə, nübuvvətdən sonra gələn dərəcədir. Bu, İslam dəvətinin fəzilətidir. Həmçinin Abdullah bin Mübarək rahiməhullah Təhdibul Kəməl kitabında buyurur ki, Lə a'ləmu bədən nübuvvəti dərəcətən əftalı min bəssil elm. Nübuvvətdən sonra nübuvvət elmini yaymaqdan daha əfsəl əməl bilmirəm. Bu, İslam dəvətinin fəzilətidir. Yəni, əgər bir insan, bir gənc Allahın dinini, Allahın tövhidini, Allahın Rəsulunun sünnətini, İslam şəriətini öyrənir, məqsədi də odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin işini, Rəsulların işini ihya etsin bir qövmün içərisində, həmən kəsin məqamı Rəsuldan və nübuvvətdən sonra gələn məqamdır. Bu işin fəzilətini bildirir bu. Və həmçinin İslam dəvəti mövzusunun üzərində bilinməsi vacib olan, mühüm olan, əhəmiyyətli olan məsələlərdən birisi ondan ibarətdir ki, İslam dəvətçisi və yaxud da İslam dəvəti bir qövmə xitab etdikdə nədən başlamalıdır? İnsanlara nə ilə xitab etməlidir? İlk, insanlara nəyi bəyan etməlidir? Şeyxülislam İbn Teymiyyə rahiməhullah Məcmul Fatavada bu barədə danışır. Buyurur ki, فَالدَّعْوَةِ إِلَى اللّٰهِ تَكُونُ بِدَعْوَةِ الْعَبْدِ إِلَى دِينِهِ. Allaha dəvət qulun öz dinini bəyan etməsidir, çatdırmasıdır. Və aslu zəlikə ibadətuhu vahdahu la şərikə ləh. Və bu dəvətin də əsli, əvvəli, yəni ən birincisi tək Allaha ibadəti əmr etmək və şirkdən çəkindirməkdir. Və sonra buyurur ki, Kəmə bəəsallahu bizəlikə rusuləhu və ənzələ kutubəhu. Allah bütün rəsullarını bununla göndərmişdir və bütün kitablarını buna görə nazil etmişdir. Yəni, həmən bu əsli, tövhidi çatdırmaqdan ötürü, şirkdən çəkindirməkdən ötürü. Fər-rusul, bütün rəsullar, muttafiqunə fid-dinil cəmi lil-usulul i'tiqadiyyə vəl-əməliyyə. Bütün rəsullar dinin əsil məsələlərində, etiqad məsələlərində ittifaq etmişlər. Fəl-i'tiqadiyyətü kəl-imanu billahi və bi-rasulihi və bi-rusulihi və bil-yevmil-əxir. Etiqadı məsələlər Allaha iman, rəsullarına iman, axirət gününə iman kimi. Vəl-əməliyyətü kəl-əməlül-əmməti əl-məzkurəti fil-ənəmi vəl-əraf. Əməli əsillərə gəldikdə Ən'am və Əraf surəsində bildirilən ümumi əməllər kimi. وَلِهَذَا كَانَ الْخِتَابِ فِي السُّوَرِ الْمَكِّيَّ يَا أَيُّهَا النَّاسِ. Və bunun üçün də Məkkədə nazil olan surələrdə Allahın xitabı belə idi. Ey insanlar! لِعُمُومُ الدَّعْوَةِ إِلَى الْأُصُولِ. Ümumi şəkildə insanları əslə, usula dəvətdən ötürü. Allah insanlar deyə müraciət edirdi. İz la yudra iləl fər'i mən la yuqirru bil asl. Deyir ki, əsli iqrar etməyən təfərrüata dəvət edilmir. Əsli təsdiq etməyən, əslə iman etməyən, yəni tövhidə iman etməyən kəslər təfərrüata dəvət edilmir. Bu bir qaydadır. Bütün rəsullar qövmlərini tövhidə dəvət ediblər. Və İmam Buxari və Müslimin İbn Abbasdan rəvayət etdiyi hədisdə İbn Abbas deyir ki, Ləmmə bəsən Nəbi sallallahu aleyhi ve sellem Muazən ilə Cəbəl, Muaz ibn Cəbəl ilə Yəmən qalə ləhu. Peyğəmbər sallallahu aleyhi ve sellem Muaz bin Cəbəli Yəmənə göndərdikdə ona dedi ki, İnnəkə tə'ti qovmən min əhlil kitab. Sən kitab əhlindən olan bir qövmin yanına gedirsən. Fəliyəkun əvvəli mə təd'uhum ileyhi şəhədətü ən la iləhə illallah. Onları ilk dəvət edəcəyin şey la iləhə illallah şəhadəti olsun. Fəinhum əqarru alə zəlik. Əgər bunu təsdiq edərlərsə, ondan sonra onlara 5 vaxt namazın fərz olduğunu bildir, zəkat, oruc, həc və s. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin bu sözü İbn Teymiyyənin zikr etdiyi şeyin dəlilidir. Allah Rəsulu öz dəvətçisini
İslam dəvəti üçün göndərdikdə ona deyir ki, bunu birinci dəvət et. Əgər bunu qəbul etsələr, sonra keç o birisinə. İslam dəvətinin əsli bu şeydən ibarətdir. Yəni, birinci bir qövm, bir şirk əhli olan qövm birinci şirkdən təmizlənməyə dəvət edilməlidir. Batıl ilahları, məbudları, tağutları, onlara edilən ibadətdən tərk etməyə dəvət edilməlidir. Bunu qəbul etməyən qövm İslamın digər vacibləri ilə müxatab deyil. Və ikinci bir məsələ, İslam dəvətindən sonra kitab və sünnət İslam dəvətçisi kimdir, necə olur? Allah və Rəsulü bunu bəyan etmişdir. Həmən bu dəvətlə mükəlləf olan adam kitab və sünnətdən istinbat edilmişdir ki, həmən bu insanın 4 sifətinin olması, 4 xislətinin, xüsusiyyətinin olması labüddür. İslama dəvət edən insan 4 sifətlə, 4 xüsusiyyətlə mükəlləfdir. Bunun birincisi, İslam dəvətçisi dəvət etdiyi haqqa yəqin olmalıdır. İkinci, İslam dəvətçisi xəlqə qarşı, Allahın məxluqatına qarşı rəhimli olmalıdır. Üçüncü sifət, onlardan gələn, insanlardan gələn əziyyətlərə səbirli olmalıdır. Dördüncüsü, İslam dəvətini edən dəvətçi bu işi təmənnasız etməlidir. 4 xüsusiyyət. Bu, bütün rəsulların dəvətdə olan sifətləridir və sonuncu rəsul Muhammed sallallahu aleyhi və səlləmin ən kamil sifətlərindəndir. Bu 4 sifət. İslama dəvət edən dəvətçi mütləq bu sifətlərlə sifətlənməlidir. Bu sifətlərin birincisi, İslama dəvət edən insan dəvət etdiyi şeyə yəqin olmalıdır. İbn-i Qeyyim Rahiməhullah Mədərid-i Səlikin kitabında deyir ki, Şeyxülislam İbn Teymiyyəni belə deyən eşitdim. İbn Teymiyyə buyurur ki, biz sabr və yəqin tənəlül imamətə fiddin. Səbir və yəqinliklə dində imamətə nail olunur. Səbir və yəqinliklə. Və dəlil olaraq Allah subhanahu wa ta'alənin bu ayətini zikr edir. Allah subhanahu wa ta'alə Səcdə surəsində 24-cü ayətdə buyurur ki, وَجَعَلْنَ مِنْهُمْ أَئِمَّةً يَحْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ. Onlar ayətlərimizə yəqin olub və səbr etdikləri halda Allah onların içərisindən öz dininə dəvət edən imamlar etdir. Yəni Allah subhanahu wa ta'ala bu ayətdə bildirir ki, biz onlardan imamlar etdik. وَجَعَلْنَ مِنْهُمْ أَئِمَّةً. Biz onlardan imamlar etdik. Ləmmə, o zaman ki, sabaru, səbr etdilər. وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ. Ayətlərimiz barəsində də yəqin oldular. Allahın dilində imam olan, öndər olan, rəhbər olan, Rəsulun dəvət vəzifəsi ilə yüklənən insan ayətə görə yəqin olanda Allah o kəslərdən imam edir. Bu, İslam dəvətçisinin 4 sifətinin birincisidir ki, labüddür. İslama dəvət edən kəs özü həmən o dəvət etdiyi şey barəsində yəqin olmalıdır. İslam dəvətçisinin ikinci sifəti xəlqə rəhimli olmaq. İnsanları dəvət edirsən, rəhmətlə yanaşmalısan. Nə üçün? Çünki insanları şirkdən tövhidə dəvət edirsən. Cəhənnəmə gedən yoldan cənnətə gedən yolu göstərirsən və labüddür ki, bu adamda mərhəmət sifəti olsun. Allah Resulü aleyhissalatu vesselam Əbu Davudun, Tirmizinin, Əhmədin rəvayət etdiyi hədisdə buyurur ki, Ər-Rahimuna yarhamuhumur-Rahman, İrhamu əhləl ardı yarhamukum mən fis-səmə. Allah subhanahu wa ta'ala barəsində deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem rəhimli olanlara Rəhman rəhm edəcəkdir. Yer üzərində olanlara rəhm edin ki, səmada olan da sizə rəhm etsin. Və Allah təbarəkə və teala öz rəsulunu bu cür vəsf edərək buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Biz səni aləmlərə rəhmət olaraq göndərdik. İmam Şafii rahiməhullah buyurur ki, Libəsul mümin rəhmətun və mən ləm yəlbəssə fəleysə minnə. Möminin libası rəhmətdir. Rəhmət müminin libasıdır. Kim həmən libası geyinməmişdirsə bizdən deyildir.
İslam dəvətçisinin ikinci labüd olan sifəti budur. Allahın məxluqatına rəhmətli olmaq. İslam dəvətçisinin üçüncü sifəti, labüd olan sifəti insanlardan gələnlərə səbr etmək. İnsanları İslama dəvət etdikdə mütləq ki, sənlə düşmənçilik edəcəklər, sənə pislik edəcəklər. Həm müşriklər, həm münafiqlər, həm müsəlmanlar. Labüddür ki, hər üçündən də əziyyət görəsən və bu Allah Təbaraka və Teala'nın sünnətidir. İslam dəvətçisində labüd olan üçüncü sifət budur. İbn-i Teymiyyə rahiməhullah deyirdi ki, biz sabr və yəqin tənəlül imamətə fiddin. Dində imamətə səbr və yəqinliklə nail olunur. Allah subhanahu və teala buyurur ki, وَجَعَلْنَ مِنْهُمْ əimmətən يَحْدُونَ بِأَمْرِنَا. Biz onlardan imamlar etdik ki, dinimizə dəvət etsinlər. لَمَّا صَبَرُوا. Səbr etdikləri və yəqin olduqları vaxtda. Səbr etdikləri. İslam dəvətçisinin üçüncü labüd olan sifətidir. Allah subhanahu və teala Əhqaf surəsində öz rəsuluna deyir ki, Fəsbir kəmə səbərə ulul azm minər rusul. Əl-əyə. Ulul azm rəsullar səbr etdiyi kimi sən də səbr et. İbrahim, Nuh, Musa, İsa aleyhisselam. Ulul azm. 4 rəsul, 5-ci Muhammed sallallahu aleyhi ve sellem. Allah Təbaraka və Teala sonuncu rəsuluna özündən öncəki 4 ulul azm rəsulu örnək çəkərək deyir ki, Fəsbir, səbr et, kəmə səbərə ulul azm minər rusul. Ulul azm rəsullar kimi öz Peyğəmbərinə səbr etməyi tövsiyə edir. Bu İslam dəvətçisinin üçüncü labüd sifətidir. İnsanlardan gələn şeylərə səbr etmək. Dördüncü İslam dəvətçisinin labüd olan sifəti bu işi təmənnasız etmək. Allahın bütün rəsulları, bütün nəbiləri bu işi təmənnasız ediblər. Və həmən rəsulların, həmən nəbilərin vəzifəsi ilə özünü mükəlləf etmiş dəvətçi bu işdə nə olmalıdır? Bu işdə təmənnasız əmək, zəhmət sərf etməlidir. Allah Təbaraka və Teala Yasin surəsində buyurur ki, İttəbi'u mən la yəs'alukum əcrən və hum muhtadun. Özləri hidayətdə olub və sizdən heç bir ücrət istəməyənlərə ittiba edin. Hidayətdə olub və sizdən heç bir ücrət istəməyən kəslərə ittiba edin. Başqa bir ayətdə Allah subhanahu və teala Şura surəsində buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə qul de, la əsəlukum aleyhi əcrən illə məvəddətə fil qurba. De ki, bu təbliğin müqabilində sizdən heç bir ücrət istəmirəm, yalnız əhl-i beytimin sevgisindən başqa. Aqulu hədəl qavlə əstəğfirullah li və ləkum. Bu zikr etdiyim şeylər İslam dəvətçisinin, İslam dəvətinin və İslam dəvətçisinin İslam şəriətində qısa təlxisidir, özətidir. İki sual verilsə ki, İslam dəvəti nədir və İslam dəvətçisi kimdir? Həmən bu iki sualın cavabını verməyə cəhd etdim. İslam dəvəti nədir və İslam dəvətçisi kimdir? Və İslam dəvətçisində bu 4 sifətin, zikr etdiyim bu 4 sifətin olması labüddür. Və sıravi müsəlmana bu nəyə öyrədir? Bilirsən ki, İslam dəvəti nədir? Bunun fəziləti nədir? Rəsullardan və nəbilərdən sonra qiyamətə qədər yer üzərində olan ən əfsəl vəzifədir. Bütün vəzifələrin fövqündədir. İslam dəvətçisindən vəzifədə, rütbədə, yer üzərində heç bir kəs yoxdur. Həmçinin öyrənmiş olursan ki, İslam dəvəti nə ilə başlayır? Sənə bunun köməyi nə olacaq? Bir İslam dəvəti və dəvətçisi barəsində eşitdikdə, gördükdə ki, bu İslam dəvətinin əvvəlindən yox, ortasından, əyağından başlayıb, biləcəksən ki, bu həmən yolda deyil, doğru yolda deyil.
və həmçinin İslam dəvətçisində Allahın bildirdiyi, Rəsulunun bildirdiyi 4 sifətin olması sənə öyrədir ki, o dəvət işini görən adam, əgər o işlə məşğul olmaq istəyirsənsə, gələ səndə bu 4 sifət ola. Yox, məşğul olmursansa, başqa bir məşğul olana baxırsansa, görəsən ki, bu 4 dənə sifət onda var, yoxsa yox. Bu 4 sifətin olmasının faydası nədir? Gördüyün işdə müvəffəq olacaqsan. Bu 4 sifət olmasa, müvəffəq olmayacaqsan. Və dəvətçi, İslam dəvətçisi, Allahın dinini iqamə edən yer üzərində insanlar ən məsuliyyətli insanlardırlar. Çünki insanlar bir kəsə qulaq asanda onun sözünə qulaq asırlar. Sonra əməlinə baxırlar. Əməli ilə əməli sözünü təsdiqləyirsə, onun sözünü götürürlər insanlar. Əməli sözünü təsdiqləmirsə, insanlar onun sözünü götürmür və onun danışdığında da heç bir bərəkət olmur. Onun üçün bu vəzifə məsuliyyətli bir vəzifədir. İslam dəvəti ilə yüklənmiş bir insanın səhv etməyə, xəta etməyə haqqı yoxdur. Başqa bir sıravi insan azanda ona keçmək olur şəriətdə. Ancaq dini insanlara çatdıran insan belə deyil. Hədis elminin böyük imamlarından, sələfdən Əbu Abdullah Sufyan-ı Savri rahiməhullah, Əmirül Müminə fil hədis, hədis elmində möminlərin əmri rütbəsinin daşıyıcısı Sufyan-ı Savri rahiməhullah deyir ki, bir beytdə, ya ricaləl ilm, ey elm kişiləri, ya ricaləl ilm, ya milhəl bələd, ey bələd, yəni ölkənin duzu, duzları, milh, ərəbcədə duz deməkdir. Mən yuslihul milhə izəl milhul fəsəd, əgər duz xarab olarsa, duzu nə düzəldər? Nə deməkdir bu sözün mənası? Duz elə bir Allahın yaratdığı bir nemətdir ki, bir xüsusiyyəti var duzun, düzəltmək, ancaq düzəldir. Nəyə vurursansa onu tutur, saxlayır. Dəriyə vurursan, dərini saxlayır. Pendirə vurursan, pendiri saxlayır. Yeməyə vurursan, yeməyi saxlayır. Duz Allahın yaratdığı digər yüzlərlə neməti tutub saxlayır. Xarab olmaqdan, fəsad etməkdən, zay olmaqdan, çürüməkdən qoruyur. Və Sufyan-ı Savri deyir ki, ölkənin alimləri, ricalül ilm, elm kişiləri, siz bəldənin duzlarısınız, duz. Yəni duz başqalarını düzəldir. Duzun belə bir xüsusiyyəti var. Və ardınca deyir ki, mən yuslihul milhə izəl milhul fəsəd. Bəs duz xarab olarsa, duzu nə düzəldir? Heç nə. Düşün ki, duz yüzlərlə şeyi qoruyur, saxlayır və düzəldir. Bəs duzun özü xarab olsa nə olacaq? Düzələn şey deyil, duzun özü xarab olsa. Duz xarab olsa, o düzəltdiyi şeylər ki var, onlar duzdan da betər xarab olacaq. Onun üçün elm adamına, İslam şəriətini insanların arasında iqamə edən alimə, tələbiyə, qaziyə belə bir misal verir. Nəsiyyət şəklində. 2 beyt. Ya ricaləl ilm, ya milhəl bələd. Ey elm kişiləri, ey ölkənin duzları. Mən yuslihul milhə izəl milhul fəsəd. Bəs duz xarab olsa, duzu nə düzəldəcək? Yəni demək istəyir ki, siz duzsuz. İnsan, xalq, toplum sizlə islah olur. Bəs siz xarab olsanız insanlar neynəsin? Bu beyt 2 beyt. Bu işin, dəvət işinin, şəriəti insanların arasında iqamə etmək işinin məsuliyyətini bildirir ki, sənin səhv etməyə, xəta etməyə, azmağa haqqın yoxdur. Və bu mövzunun yekununda da bunu zikr etməkdəki məqsədim budur ki, bu işin məsuliyyəti budur. Fəziləti qədər, əhəmiyyəti qədər, elə o qədər də bunun məsuliyyəti var. Allah subhanahu və teala'dan istəyirəm ki, bizi danışdıqlarımıza müvəffəq etsin. Allah təbarəkə və teala'dan istəyirəm ki, bizim tövhid sünnət dəvətimizi
bu ölkədə bərəkətləndirsin. Allah subhanahu wa ta'aladan istəyirəm ki, müsəlmanları bir cemaat etsin, bir əqidə və Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin sünnəti üzərə cəm etsin. Allah təbaraka və teala'dan istəyirəm ki, bizim tövhid və sünnət dəvətimizə zərər vermək istəyən, bu dəvətə dil uzadan, bu dəvəti pisləyən insanları zəlil rüsva etsin. Və axiru da'vana enilhamdülillahi rabbil alemin. Subhanakallahum və bihamdik. Əşhədu ən la ilahe illa ent. Əstəğfiruk və ətubu ileyk. Təqabbalallahu minna və minkum salihəl əməl.